Mən çəkdiyim evlərin bütün fundamenti beton karkasıdır, dəyərli dostlarımız. 40-ın 40-adır. İlk öncə fəaliyyət göstərəcəyimiz sahəni, yəni hal-hazırda tikinti gedən sahənin fundamentini göstərirəm. Digər evlərin fundamenti də bu vəziyyətdədir. 40-ın 40-a fundament tökülüb, armaturlar bağlanılıb, dəyərli dostlarımız. Monolit beton töküləcək bura. Monolit beton 40-ın 40-adır. Gəl keçək, hal-hazırda 2 mərtəbə 4 otaqlı sizə mülk təqdim edəcəm. Kubcalıdır, qoşa daşla inşa olunub. Mərtəbələr arası da monolit betondur. Həyətinə bir ədəd də sərbəst şəkildə avtomobil daxil etmək olur, dəyərli dostlarımız. Digər tərəfi də təqdim et, zəhmət olmasa. Onun da son tikilişidir. Mərtəbələr arası monolit betonlu töküləcək. Təqdim etdiyim sahə 2 mərtəbə 4 otaqlıdır, qiymət 108 min manatdır. Həyətyanı sahəsi də tamet daşlarla örtülüb, dəyərli dostlarımız. Xırdalan şəhərində yerləşir. Bütün yaşayış obyektlərinə yaxın bir məsafədə. 7 nömrəli məktəbə qismən yaxındır. Yerdən kürsülüdür. Fundament beton karkas, kəmər, mərtəbələr arası monolit betondur. Bismillah elədik. Evin içinə daxil olduq. Daxil olarkən sağda 2-ci mərtəbə yerləşən pilləkən sahəsi qalxır, beton pilləkən qranit daşlarla üzəri örtülüb. Solda yerləşir evin qonaq otağı. Demək, hər mərtəbənin pərdəsi, çılçırağı bağlanılıb, hazır vəziyyətdədir. Təp-təzədir, təp-təzə. Pəncərəsi öz həyətyanın sahəsinə baxır, şəbəkə pəncərədir. TV xəttin yerinə kimi çəkilib, tamamilə hazır bir vəziyyətdədir. 4 otaqlı 108 min manata. İpotekaya yararlıdır, kubcalıdır, 108 min manat. Real müştəriyə indirim nəzərdə tutulub. Burada yerləşir mətbəx sahəsi, dəyərli dostlarımız. Mətbəxin də pəncərəsinin üzünə kimi vurulub hazır bir vəziyyətdədir, dəyərli dostlarımız. Sanitar qovşaqdır, tam təchizat, bütün aksesuarlarına kimi quraşdırılıb hazır bir vəziyyətdədir. Və sanitar qovşaqda duş kabin üçün yer də ayrılıb. Hətta istipoldur. İstipolun kollektoru da burada nəzərdə tutulub. Zəhmət olmasa buranı da təqdim edək. İstipolun kollektoru burada nəzərdə tutulub. Paltaryoyan maşın üçün yer saxlanılıb, hazır vəziyyətdədir. Suyu və kanalizasiyasına kimi çəkilib. Qalxağın 2-ci mərtəbəndə sizlərə təqdim edək. 2-ci mərtəbədə 3 yataq otağı, 1 sanitar qovşaq yerləşir. Öndən buyurun, zəhmət olmasa, mərtəbələr arası monolit betondur. Çıl-çıraqlar vurulub, spot lampalar bağlanılıb, pərdələr bağlanılıb, hazır vəziyyətdədir. Evin istilik sistemi isə kombidir. Kombinin xətləri bütün pəncərələrin alt sahəsində çəkilib, tamamilə hazır vəziyyətdədir. Otaqlara bölgülər dəhliz vasitəsilə bölünür. Başda yerləşir uşaq yataq otağı, pəncərəsinin qarşısı öz həyətyanı sahəsinə baxır. Çıl-çıraq, pərdələr bağlanılıb, şəbəkə pəncərələrdir. Burada yerləşir böyüklər üçün yataq otağı və eyvana da keçid etmək mümkündür. Bu otaqdan eyvana da keçid etmək mümkündür, dəyərli dostlar. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Və sonuncu yataq otağı. 2-ci mərtəbəyə məxsus olan sanitar qovşağı da sizlərə təqdim eləyək. Siz də mülkünüzü satmaq istəyirsinizsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Xırdalan Masazır saray ərazisində hər büdcəyə uyğun satışda evlərimiz var. Dəyərli dostlarımız, səhifəni bəyənib like etməyi unutmayın. Sağ olun, sağlıqla qalın.